Bugün ayın bəxtəvərində Novruz bəxtəvərlərinə zəng edəcəyik. Görək bu dəfə reaksiyalar necə olacaq. Elə başlayaq. Quliyev Qalib Allahverdi oğlundan. Alo, salam. Salam. Qalib bəyə zəng etmişdim mən. Quliyev Qalib. Bəli. Kiminlə danışıram? Qızıdır. Mağazadan alış-veriş etmisiniz. Öyrənmək olar nə almısınız? Yataq dəsti bir də qonaq dəsti. Hansı mağazamızdan alış-veriş etmişdiniz? Sabunçu filialımızdan. Bizdə ayın bəxtəvəri kampanyası var və hər 1000 manatlıq alış-veriş bir şans deməkdir. Bu kampaniya çərçivəsində Qalib bəy bizim Novruz bəxtəvərləri qalibindən biridir. Və siz bizdən İstanbula 2 nəfərlik tur paket qazanmısınız. Aha. Təbrik edirik sizi. Çox sağ olun. Elə bil çox belə inanmadınız. İnanmağım gəlmədi deyə. Mən çox istərdim Qalib bəyin özündən də telefonla danışım. Çünki həm adı Qalib, həm özü Qalib daha xoş olardı təəssüratlarını eşitmək. Çünki nəticə olaraq satış ondan da olub. Hal-hazırda özü işdə olduğuna görə yüksək ehtimal ki, götürməmək ehtimalı ola bilər. Niyə inanmır bu cəmaət? İndi isə zəng edirik ikinci qalibimiz Əsədullayev Kamran Mikayıloğluna. Görək onda reaksiya necə olacaq. Alo. Kamran bəy salam. Aleykümselam. Siz mart ayı çərçivəsində Embautdan alış-veriş etmisiniz. Doğrudurmu? Öyrənmək olar nə almışdınız? Deməli, divan almışam. Stol, stul, 2 komplekt, bir mətbəx üçün, bir də şey üçün, qonaq otağına. Aydındır. Embautu sosial məcralardan və televiziyadan izləyirsiniz? Belə deyək ki, bu günlərim ən çox xoşladığım bir mebel mağazasıdır deyim, firmasıdır deyim. Yəni ki, mən Şəkidə də evimin hamısı Embautlandır. Nə gözəl. Novruz bəxtəvərləri sırasında sizin də adınız var və siz bizdən İstanbula 2 nəfərlik tur paket qazanmısınız. Çox sağ olun. Allah mən nə deyim? Sağ olun, var olun. Olmusunuz Türkiyədə? Türkiyədə olmamışam, olmamışam. Əla. Yolum düşməyib, hə. Bu da sizə bir fürsətdir ki, gedib İstanbulu 3 gün içərisində rahat-rahat, hətta 4 gün içərisində rahat-rahat gəzəsiniz. İnşallah, inşallah. Təbrik edirik Kamran bəy. Bizim əməkdaşlar sizinlə əlaqə saxlayacaq, ətraflı məlumat verəcək. Qalibin fikirləri yaxşıdır, amma o da inanmadı. Üçüncü qalibimiz Cabbarova Sənubər Famil qızına zəng edirik. Görək Sənubər xanımın reaksiyaları necə olacaq? Biz Cabbarova Sənubər Famil qızına zəng etmişdik amma. Vallahi mən elə bir şey tanımıram Allah'ım. Qasımova Aysel Cümşüd qızına zəng edirik. Alo. Xanım, sizlə danışan Sənanda Embaut Marketing Departamentindən. Siz keçən ay mart ayı çərçivəsində Embautdan alış-veriş etmisiniz, düzdür? Bəli. Novruz bəxtəvəri olaraq siz bizdən İstanbula 2 nəfərlik tur paket qazanmısınız. Bəli, sağ olun, çox sağ olun. Bizim keçən dəfəki təcrübələrimizdən biz artıq bilirik ki, insanlar belə şeylərə inanmırlar. Niyə ki inansınlar? Nə məsələ görürsən? Sənin də tövsiyen yoxdur. Okey. Baxaq Ramiz bəyin reaksiyası necə olacaq. Mən inanıram ki, bu dəfə daha enerjili bir qalibimiz olacaq qarşımızda. Can Məmmədov Ramiz bəyə zəng etmişdik biz. Yoldaşıdır. Adınız necə oldu? Üsalə. Nə almışdınız Embautdan keçən ay? Yataq dəstləri, ona görə zəng eləmişsiniz. Ayrı-ayrı filiallardan bir də uşaq yataq dəsti almışdıq. O biri yataq dəstindən, o biri filialdan da bir yataq dəsti, bir də oğlanlar üçün uşaq, yəni yataq dəsti. Mən sizi təbrik edirəm. Siz bizdən İstanbula 2 nəfərlik tur paket qazanmısınız. Nə fikirləşirsiniz? Nə demək istəyirsiniz? Fikirlərinizi bölüşün zəhmət olmasa bizlə. Neyinəmək olar? Təbrik edirik sizi. Bizim əməkdaşlar sizinlə əlaqə saxlayacaqlar. Qardaş, heç nə, lap yaxşı, sevindim əslində. Cabbarov Sənubərə bir də zəng eləyim. Azad, sən olmuşsan İstanbulda? Sən Embautdan alış-veriş etsəydin, getmə şansın vardı. Bu nömrəyə müvəqqəti olaraq sən çatmır. Lütfen biraz sonra. Bəli. Alo, salam. Aleykümselam. Sənubər xanımdır danışan. Bəli, bəli. Siz mart ayı çərçivəsində bizdən alış-veriş etmisiniz. Bəli, bəli. Öyrənmək olar nə almışdınız? Yataq dəsti. Sənubər xanım, mənim sizə bir şad xəbərim var. Ha, nədir?
Novruz bəxtəvərlərindən biri siz Biri olmusunuz. mənəm. Bəli. İstanbula 2 nəfərlik tur paket qazanmısınız. Oo, nə yaxşı. İstəsəniz özünüz gedərsiniz, istəsəniz də ki, sevdiklərinizlə paylaşa bilərsiniz. Yox, el oğlanla qız getməyə bəy gəlincdə qızım üçün almışam. Əla. Təbrik eləyirik bir daha. Ödənişləndir o. Heç bir ödəniş yoxdur, yox. Nə yaxşı, nə yaxşı. Aviabiletlər, otel xərci və qidalanma daxil. Ay sizi şatlayıram. Onlar getmək istəyir, insan daxilci gedə bilmirdilər. Təbrik edirik. Çok sevindim. Bu da Rişat haber olarak çattı, biraz video sevinecekler. Əla. O imkan evi çıkabilmek istiyorlar, toy qabağa geçsinler de arası. İmkanı sıkıştıra bilmirdilər. Bax belə, Novruz bəxtəvərlərinin reaksiyaları belə oldu. Növbəti ayın 5 şanslı qalibindən biri sən ola bilərsən. Ətraflı məlumat mbaud.az saytında.